Evlərlə təmin olunan ailələrin rifahı da diqqət mərkəzindədir. Onlar üçün mənzillə bağlı hər bir şərait qurulub. Bununla yanaşı iş imkanları da yaradılır. Füzuli də işğaldan azad olunandan sonra sürətlə bərpa edilir. Öz yurdlarına qayıdan ailələr hazırda isti evlərində məmnun şəkildə yaşayırlar. Bir məclisimiz olanda Allah o günü qismət eləsin, gələn növbəti bayramımızı Füzulidə keçirdik. Allah balamızın toyunu bizə bugün belə qismət edib, o biri balamızın toyunu Füzulidə eləyək. Mən dövlətimizə, millətimizə təşəkkür edirəm ki, hamısı birləşib torpağı aldılar. İndi çox gözəl, yaşayışımız gözəl, evimiz gözəl, nə bilim, istirahətimiz gözəl, isti suyumuz, soyuq suyumuz, hər şey. Yəni burada nə istəsəm var, nə istəsəm var, bir şəhər kimi, nə istəsəm var. Artıq bir şey ehtiyac yoxdur. İnsana da nə lazımdır? Gözəl hava, təmiz su, təmiz hava. Dövlət dəstəyindən istifadə edənlər artıq işlərini qurub, qazançlarını təmin edirlər. 2024-cü ilin yanvar ayında Füzuli şəhərinə köç eləmişik. 2024-cü ildə biz məşğulluq tərəfindən obyektlə təmin olunmuşuq və avadanlıqlarla. Hazırda hər şey öz qaydasındadır, şükür Allaha, yəni qazancımız, işimizlə təmin olunmuşuq. Füzuli şəhərindəki Kurmanqazı adına uşaq yaradıcılıq mərkəzində doğma yurdda yeni məskunlaşan uşaqlar üçün davamlı incəsənət təhsili tədris olunur. Uşaqlar mədəni sahədə də inkişaf edirlər. Bu cür həvəslə gəlib burada, bu dərnəklərdə, hansı ki bizim burada bu mərkəzdə, uşaq yaradıcılıq mərkəzində rəssamlıq dərnəyi var, rəqs dərnəyi var, xor dərnəyi var. Uşaqların bu cür bura həvəslə gəlib burada bu dərnəklərdə məşğul olmaqlarını görəndə biz də daha da çox ruhlanırıq. İşğaldan azad edilmiş Füzuli şəhərində Özbəkistan prezidenti Şəfqət Mirzoyevin təşəbbüsü və Özbəkistan büdcəsinin vəsaiti hesabına inşa edilən 960 şagird yerli məktəbdə də tədris aparılır. Şamxal Cəliloğlu, Rafael Mailbəy, Sevinç Vaqif qızı, Xəzər xəbər.